Yəhudiliyin qəbul etdiyi o, hansı ki siz onu naqis xüsusiyyətlərə malik obrazda olan bir tanrı kimi qəbul edirsiniz. Həmin tanrını inkar edir. Xristianlığın qəbul etdiyi, belə deyək, sizin təhrif etdiyi, formalaşdırdığı obraz, tanrı obrazını qəbul etmir. O cümlədən siz İslamın da təqdim etdiyi tanrı obrazını deməli, haradasa naqis bir qəbul edirsiniz. Bəs sizin deyək, təqdim etdiyiniz, indi o sözü mən ifadə etməyə Allah desəm deyəcəksiniz, müsəlmanların qəbul etdiyi, Yehova desəm, Allah deyək. Allah anlamı. Bəli, sizin qəbul etdiyiniz Allah mütləqmi deyirsiniz onu, Allah mı deyirsiniz, nə cür qəbul edirsiniz? Yəni, siz bir sözlə konkret olaraq həmin yaradıcıya, həmin o bayaq vahid qüdrət dediniz, böyük qüdrət. O qüdrəti siz qəbul edirsiniz. Ümumiyyətlə, dinlərin təqdim etdiyi söhbət yox. Burada mövhumat, xurafat, o dini kitablarda olan qəbul edilməyən məsələlər bir yana. Amma fəlsəfi nöqteyi nəzərdə, məsələn, Aristotelin, Platonun, idealist filosofların da ortaya qoyduğu tanrı, deyək ki, vahid ideya, məfhumun məsələsi var. Söhbət bundan gedir, söhbət o tanrıdan gedir. Heç dinlərin təqdim etdiyi tanrıdan kənara. Yəni, mən nəyə görə deyirəm? Sizin inancda mən bəzən həmin o varlığın təqdimini sönük görürəm. Adətən bəşəri deməli məsələlərdən çox danışılır, insaniləşməkdən, insani prinsiplərdən, bəşərin nizamından, fəlsəfələrdən filanlardan. Yəni bu nöqteyi nəzərdən də bəlkə də sizi tanrısızlıqda deyək ki, suçlayanlar olur. Bəlkə siz o mütləqi, hansı ki o vahid ideya inancını biraz daha da qabarıq ortaya qoyarsınız. Sağ olun, var olun. Bilirsiniz mən necədir? Əslində, yəni, çağında bir çağlar Asif atanı gah ateist deyirdilər, gah Allahsız deyirdilər, gah belə deyir. Amma eyni zamanda Sovyetlər Asif atanı klerikalist damğası vurmuşlar, yəni dinçi. Məsələ nədədir? Kimin necə yanaşması məsələsi əsas deyil. Əsas məsələ ortaya gələn düşüncə, ideya, prinsiplərdir. Və bu ideya, prinsiplərdən şəxsiyyətin istəyini, niyyətini öyrənmək mümkündür. Məsələ burasındadır ki, bəli, Allah var. Allah məsələn, Bog, Allah, Yaqovə dediyiniz kimi falan. Bir də var, Allah anlamı. O anlamı asılata necə inkar edə bilər? O anlamı əslində o daha elmi, daha idraki səviyyədə açır, ortaya gətirir və onu belə deyək, biraz da belə deyək, yalanlardan arındırır. Və o bizim üçün o ölçüdür axı. O müqəddəsdir, o toxunulmazdır. Yəni insan üçün belə bayaq da dedim, etalondur, belə adedilirsə, etalondur da. Yəni, mən mütləq olan, yəni o əzəli, əbədi, kamil, sonsuz olan o qüdrət var. O qüdrətə üzümü tuturam. O qüdrət məndən, həm məndədir, həm məndə deyil. Bilirsiniz, həm kainatdadır, həm məndədir. Məndə nəyinlə var? İnsanlığına. İnsanlıq elə mən qüdrətin bir cəhətidir da. Mən insanlığa getirəmsə, o qüdrətlə doğmalaşıram, o qüdrətlə bir olaram, vəhdətdə olaram. Yəni, o deyirlər, özü bir adamı, bir Allah, belə bir ifadə işlədir. Yəni, nə deməkdir? Yəni, məna birdir. Ancaq onun deyək ki, insanda təcəlli edən insanlığın xassələri, vətənsevərlik, insansevərlik, həqiqətsevərlik, təbiətsevərlik, bəşərsevərlik və ilaxır. Mən bunlarla yaşayıramsa, mən Allahlıyam. Bunlarla yaşamıramsa, Allahsızam. Bu cəhətdə mən hətta yazılarımın birində yazmışdım ki, bütün bəşəriyyət Allahsız yaşayır məndən başqa. Niyə? Çünki bütün bəşəriyyət əyriyə gedir, oğruya gedir, yalana gedir, qana qadıya gedir, müharibəyə fulana gedir. Mən getmirəm. Yəni, bilirsinizmi? Burada Allah anlamına, insanın Allah anlamına uyğun yaşaması, onun kamilləşməsi anlamına gəlir, onun xilası anlamına gəlir. O zaman dünyaya yanaşma doğru olar, o zaman dünyanın mənası dərk olunar, o zaman dünyada qanlar, qadalar səngiyə bilər. Demirəm ki, qurtla quzu yanaşı otlayacaq. Yəni, insan anadan kamil doğulur, təbii. Bir ölçü olur, bir meyar olur da, bir meyar gəlir ortaya, bir ortam yaranır böyük anlamda. Yəni, ictimai ortam yaranır, bəşəri bir ortam yaranır ki, bu ortamda insan kim olduğunu dərk edir və onun Tanrı ilə bağlı olur. Tanrı ilə onun arasında sərhəd çəkmək olmaz. Məsələn, bir elmdə agnostisizm deyirlər da, dərk olunmazlıq. Bunu məsələn dinlərdə də var. Dinlərdə də böyle. İdrakiyə yasaq qoyulur. Allahın işinə qarışma, Allahı dərk etmək çətindir, mümkünsüzdür daha doğrusu. Mümkünsüzdür, belə deyir. Nə üçün mümkünsüz? Allahın işinə niyə? Alçası deyir, Allahın işinə qarışmaq gedir. Yəni obrazlı deyirəm, Allahın işi dəndə nə demək? Nə deməkdir Allahın işinə qarış? Mən Allahın sirlərinə vaqif olmasam, gözəllikləri yaşaya bilmərəm axı.
Allahı dərk edə bilmərəm axı. Mən onu dərk eləməliyəm. Ona xas olan keyfiyyətlərlə dolmalıyam, kamilləşməliyəm ki, dünya gözəl olsun. Bax, bütün məsələ ondadır. Asifata bu cəhətdən bəs qədər aydın qoyur. İndi qayıdıram bir kəlmə də sizin o dediyinizlə bağlı. Bilirsinizmi? Ateizm ayrı şeydir. Asif ata dinlə ateizmi tutuşturur. Tutuşturarkən dinə üstünlük verir, nəinki ateizmə. Ancaq belə deyir. Deyir ki, din mütləq olanı uydurur, ateizm onu rədd edir. Yəni, pis yaxşı deyil, bu uydurur. Amma binəva bu tamam rədd edir axı. Bu cəhətdən ata deyir ki, mütləq olanı nə uydurmaq olmaz, nə onu rədd eləmək olmaz. Onu rədd eləmək mümkündür, uydurmaq da olmaz. Əsl həqiqəti insana vermək gərəkdir ki, dünya öz ahəngində gözəlləşsin. Yəni, insan dərk eləsin, Tanrını dərk eləsin. Dərk eləməyincə necə ola bilər insan kamilləşsin? Tanrını dərk eləmək nə deməkdir? Onun belə deyək, qaşını qara gözünü görmək anlamına gəlmir ki, o əslində özündəki insanlığı dərk eləmək anlamına gəlir. İnsanlığın bütün çalarlarını, sirlərinə vaqif olub da ona yetmək anlamına gəlir. Budur əslində insanın Tanrı ilə bağlı əlaqəsi. Başqa cür, insan belə deyək, insanlar əli əyri yaşayır, oğru yaşayır, gözü əyri yaşayır, qəlbi əyri, hər şey, amma səhərdən axşama 1000 dəfə Allah deyir. Bu deməkdir ki, o Allahlıdır, mən Allahsın. Mən Allah anlamının bütün məntiqləri ilə yaşayıram. Necə ola bilər ki, bu cür anti-bəşəri, anti-insani keyfiyyətlərlə dolu olan bir əyri Allahlı olur, mən Allahsın. Bilirsiniz, insanların yanaşması doğru deyil. Əslində, doğru deyirsiniz. Peyğəmbər fars sözdür, ərəblər rəsul deyib. Məsələn, türklər yalavaç deyir. Məsələn, mən hesab edirəm ki, türklərin peyğəmbərləri, bəlkə də Bilqamus özü elə peyğəmbər demək olur. Niyə? Bilqamus hamısını bilən demək. Hamısını bilən elə peyğəmbər anlamına gəlir. İndi bir var, peyğəmbər farsın sözdür, kimin sözdür özü bilər. Ancaq faktik olaraq bugün bizim toplumumuzun dilində məhz filan statusun banisinə falanla peyğəmbər deyir. Böyüklük mənası. Bəli. İndi bir var peyğəmbər sözünün etimologiyası, hərfi mənası, bir var onun fəlsəfi mənası. Hərfi mənası xəbər gətirən, soraq gətirəndir. Amma onun fəlsəfi mənası yeni dünya görüş yaradandır. Asif ata yeni dünya görüş yaratdığı üçün biz ona özünə peyğəmbər deyir. Yeni dünya görüş yaradır və əslində Asif ata atalıq sistemi yaradır. Atalıq qədim türklərin Dədə Qorqud ata ideyası məsələn qədimdə var. Yəni ata ideyası, mənəvi ata, ruhsal ata ideyası qədimdən var. Ata əslində onu əsas götürür. Ancaq toplumun o anladığı, bildiyi yeni dünya görüş yaradıcısı ki, peyğəmbər sözdür, o açıdan özünə peyğəmbərdir. Bəlkə də gələcəkdə heç bu peyğəmbər sözü qırağa duracaq təbii. Təbii.